Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İki mühim hadise baş vermiştir. Birincisi budur ki İmam Zaman Eccelallah Ferecahin atası 11. İmam Hasan Askeri aleyhisselamın şehadet günüdür. Şehit edilmiştir. İkinci mühim hadise budur ki bu günlerim İmam-ı Zaman'ın imametinin başlangıç günüdür. Bu münasebetle dünya müminlerine imamın şehadetiyle bağlı başsağlığı veririk ve təsliyyət deyirik. Ve ikinci meselede ki İmam-ı Zaman aleyhisselamın imametinin başlangıç günüdür. Onun yolunu gözleyen, dünyada ilahi adaletin berqarar olunu gözleyen, Allah'ın Kur'an'da vədə verdiği o ayet ki var, biz yer üzerinde öz müstəzəf bəndələrimizi hakim qərar verəcəyik deyərək buyurduğu ayeye teslim olan ve iman getiren bütün İmam-ı Zaman aşıklarını səmimi qəlbdən təbrik edirik və İmam-ı Zamanın tezliklə gəlişini Allah'tan rica edirik. Gün olsun ki onun aşıkları, onun yolunu səbirsizliklə gözleyen insanlar tezliklə İmamın zuhur elədiyini ve ilahi ədaletin bərqarar elədiyini gözleriyle göreler ve şahit olarlar. Bunu Allah'tan təvəqqə edirik. Bəli, İmam Hasan Askeri aleyhisselam dövründə Həzrətin bir çox qadağalarla üzləşdiyi, hətta dövrünün zalim xəlifələrinin, Abbasi xəlifələrinin zülümlərinə məruz qaldığı tarixdə qeyd olunmuşdur. İmam Hasan Askeri'nin o Askeri deyilən ləqəbi ona göre verilmişti ki, dövrünün xəlifələri zalim Bəni Abbasi məmurları ondan qorxduqları üçün, onu nəzarətdə saxlamaq üçün gətirib ordu yerləşdiyi bir ərazidə ona bir yer vermişlər, orada saxlayırlar. Yəni əskəri, ərəb dilində də əskər mənasındadır ki, orada hərbiçilər düşərgə olar ki, gətirib hərbi düşərgədə imamı orada əsir eləmişdilər. Və imamı o məlun xəlifələrdən Mü'təmid imamı zəhərləyib və şəhadətə çatdırmışdır. İmam gənc yaşlarında dünyasını dəyişmişdir. 28 yaşında olmuştur. 6 il imamətli eləmişdir. Atası İmam Hadi'dən sonra, onun şəhadətindən sonra imamətə çatmışdır. Yəni 254-cü ildə imam imamətə başlayıb və bu günlərim 6 ildən sonra şəhadətə yetişmişdir. Və imamın da dövründə baş verən hadisələr və Abbasi xəlifələrinin onu dəfələrlə istəyiblər ki, həbs elətdirsinlər, imamı xalqın içində utandırsınlar. Amma tamamilə əks olmuştur. Yəni özləri rüsvay olmuşdur. Bu kimi hadisələri biz tarix kitablarından oxuya bilərik. Və imam dünyasını dəyişəndən sonra atası İmam Hadi'nin yanında Samirra şəhərində dəfn edilmişdir. Allah imamın ziyarətindən, ahirətdə şəfaətindən bizləri binəsib eləməsin. Təbarrük olaraq imamdan hədisləri diqqətinizə çatdırın. Birincisi budur ki, Kur'an'ın Fatihə surəsində olan İhdinəs sıratal müstəqim ayəsini imam
belə şərh edir. Həzrət buyurur ki, İhdinas sıratal müstaqimin mənası budur ki, insan həmişə belə desin. İlahi, keçmişdə mənə tövfiq verdiyin kimi, gələcəkdə də tövfiq əta eləklə. Sənə itaət eləyim. Sıratal müstəqim iki qismdir. Birinci qism budur ki, dünya yolu və ikinci qism ahirət yoludur. Dünyadakı yol ifrat, təfrit və batildən uzaqlaşmaq. Ahirət yolu isə möminlərin, imamların yoludur ki, cənnətə doğru aparır və sırat-ı müstəqimin elə özüdür. Əgər diqqət eləsək, bir çox təfsirlərdə də qeyd olunmuşdur ki, İhdinas sıratal müstəqim ilahi, bizi düz yola hidayət elə, yəni Qur'an və Əhl-i Beyt ikisi də bahəm. Əlal xüsus sırat, yəni Əhl-i Beyt yoludur. Düzgün hidayət yolu. Əhl-i Beyt imamlarının yoludur. Allah bizi həm dünyada sıratal müstəqimə hidayət eləsin, həm də ahirətdə o imamlarla bizləri inşallah məşhur eləsin. İmamdan bir hədisdə budur ki, mən ləm yəttəqi vücuhən nas, ləm yəttəqillah. Həzrət buyurur ki, insanların hörmətini və haqqını qorumağı bacarmayan şəxs Allahdan da həqiqi şəkildə qorxmur. Yəni, bir insan gərək insanların haqqını qoruya. Bəzən görsən ki, biri ibadət eləyir, oruç tutur, namaz qılır və ilaxirə hətta həccə gedir, hətta ziyarətə gedir. Görürsən ki, insanların hörmətini saxlamır, haqqını qorumur. Biz bunu dəfələrlə görmüşük. Bu o deməkdir ki, yəni mən Allahdan qorxmuram. İmamın hədisi budur. Çünki Allahdan həqiqi qorxan heç vaxt insanların haqqını zayi eləməz. Heç vaxt onların hörmətini sındırmaz, izzətini sındırmaz. Və biz bu yaxınlarda da gördük. İnsanlar axın-axın, hətta bəzi məlumatlara görə 40 milyona yaxın insanlar Kərbəlaya, Ərbəyinə ziyarətə getdilər. Nə qədər mömin qardaşlar, bacılar böyük bir mənəvi haqqa yetişdilər. İmamın ziyarətini elədilər. Amma təəssüflər olsun ki, onların içində də nə idi? Elə insanları görürdük ki, heç İslama yaraşmayan bəzi hərəkətlərin, sözlərin görsən ki, eşidirdik, görürdük. İmamdan bir hədis var. Həzrət buyurur ki, İttaqullaha və kunu zeynə və lə təkunu şeynə. Bu hədis hər bir imam tanıyana və onun hər bir sözünə möhür vurmaq kimidir. Həzrət buyurur ki, ey bizi tanıyanlar, ey bizi sevənlər, ey bizi aşıq olanlar, ey bizim yolumuzu gedənlər, təqvalı olaraq bizə zinət olun. Təqvalı olaraq bizə zinət olun və bizi alçaltmayın. Bu hədis İmam Sadi Aleyhisselam'dan buna oxşar var, imamlardan da hədislər var bu barədə. Yəni bizə zinət olun. Amma bəzən görsən ki, bəzi şəxslər ziyarətgahdan şəkil çəkirlər, TikTok'a otuzdururlar, naməhrəm əlaqsız dediyimiz budur ki, onlar orada üzr istəyirəm, poz verirlər, nazlana ziyarətin şəklini çəkib qoyurlar. Bu imaməti, bu dini aşağılamaqdır. Sən onu burada get, bulvarda çək göstər də. Gedib Kərbəlada onu niyə çəkib göstərirsən? Sən o göstərişin kimədir? Kimə göstərirsən onları? Məgər
bu günlərim İmam Hüseyin orada sənlə canlı şəkildə danışsa, sənə nə deyərdi? And ola Hüseynin haqqına səni heç qəbul eləməzdi. Sən ora gedəndə ziyarət boyu qəmli getməlisən, qəmli gəlməlisən. Gör, hara gedirsən? Gedib orada poz verməyə getməmisən ki sən. Və yaxud da ki, xoşa gəlməz bəzi şeylər. Mən bunları elə bugünkü gündə də istəyirəm ki, bəzilərinə çatdırım ki, gecə saat 1, 12 görürsən ki, bəziləri dindar paltarı geyinib, bir mömin libası əyinlərinə tıxab, əyinlərinə taxaraq o hicabı naməhrəmlərlə söhbət eləyirlər. Naməhrəmlərlə xoşa gəlməz çəkilişlə, canlı çəkilişlə bununla siz nə demək istəyirsiniz? Hətta mən istəyirəm o bəzi xanımları da İslamın bir sözün deyən məndən borcum deməkdir. Əməl eləmək özləri bilərlər. Hicablı xanımlar, çarşablı xanımlar. Bilin ki, hicab, çarşab kiminsə nəzərin, diqqətin özünə cəlb eləmək üçün deyil. Nəzər və diqqəti səndən yayındırmaq üçündür. Bu günlərim al-əlvan, gözəl, geyinib, özün göstərməklə bu elə hicab olmaz. Allah hicabı naməhrəmin diqqətindən yayınmaq üçün vacib buyurur. Nəinki geyinib keçib gedib Kərbalada ya Nəcəfdə poz verib dünyaya özünü nümayiş etdirmək. Və yaxud da ki, görsən ki, gecənin bir aləmində naməhrəmlərlə danışmaq. Mən buradan xitab eləyirəm bütün müsəlman insanlara. Siz bilin ki, o şəxslər möminə deyillər. Hər nə də özləri bilərlər. Amma möminə deyillər. Və onlarla danışanlar da mömin deyil. Çünki möminlər də yaxşı bilirlər ki, gecə saat 12-də, 1-də hansısa bir naməhrəm xanımla canlı danışmaq haramdır. Bunlar ola bilsin cahillik yüzündən ola bilər. Amma tövbə qapısı açıqdır. Bu bir. İkincisi də ki, əgər tövbə eləməsələr, yəqin bilin ki, onlar nə mömindirlər, nə də möminə. Onlar xüsusi işlənmiş bir insanlardır ki, aylıq maaş almaqla özlərin o cürə reklam edirlər ki, onları da müəyyən yerlərdə idarə edirlər onları. İslamı ləkələmək üçün, möminə xanımları ləkələmək üçün, hicabı, çarşabı gözdən salmaq üçün. Amma yəqin bilin ki, İslamın öz qanunları var. İmam da buyurur ki, bizə zinət olun, bizi aşağılamayın. Odur ki, lazımdır ki, hər bir mömin və möminə bu şeylərə diqqət eləsin. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizləri dünya və axirətdə imamət yolunda müstəhkəm eləsin, təqvalı ilə qərar versin, bizləri ifrat və təfritdən çəkindirsin. Daha doğrusu ihtinas sıratal müstəqim, sırat yolunda bizləri Əhl-i Beyt yolunda hidayət və möhkəm qərar versin. Bizdən heç bir nə əməl, nə söz Əhl-i Beyt məktəbinə nöqsan gətirməsin. Necə deyərlər, ilahi, sənə pənah aparıram və sənə sığınıram o ifrat və təfritdən, o xoşa gəlməz halan və məhkruhdan ki, sənin dinivə ləkə gətirər. Allah bizi Peyğəmbər, Ali Peyğəmbər xatirinə gələcək günlərimizi də İmam-ı Zamanın həqiqi yolun gedənlərdən qərar versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.